Şuşanın ən sevdiyim yerlərindən biri olan İsa bulağından hellolar olsun. Nəhayət ki, bax belə bir bu məsələ bizə də gəldi çıxdı. I love Şuşa maqnitləri, nə bilim, açarlıqları və s. və ilaxır kəlağaylar, milli hər şey. Nəhayət ki, bizə də gəldi çıxdı. Nəhayət ki. Aha, burada nə gözəl, burada çayçı da qoyublar. İndi yazacaqlar. Neçəyədir çay? Mən nə bilim neçəyədir. Hər halda atda və qiymətinə deyil. Çöldə qoyublar samavar. Bu da bal, lavanta ya da yox, ketliyotu və s. və ilaxır. Axırı ki, burada gəldi, artırdılar bu məsələləri də burada. Hələ mənzərəni seyr eləyənə baxın. Oturmuş deyə gül kimi. Oturub burada mənzərəyə baxır. İsa bulağı ətrafı mənzərənin bir şeyi xoşuma gəlir ki, bura hər fəsildə başqa aləmdir. Hər fəsildə. Aha, su quruyub. Yazda da gözəldir, yayda da qəşəngdir. Yayda vəbşə sərin olur. Payızda da, qışı da bir başqa. Biz qışda da gəlmişik bura. Hər fəsildə bir başqa aləmdir. Burada fincanlar gətirib qoyurlar. Şəhidlərin şəkli olan fincanlar. İnsanlar içir, gətirir, qoyur yenə yerinə. Sən bunu etsən? Bu xəzəlləri mən bir Qəbələ İsmayılı yolunda sevirəm. Bir Cənub zonasında sevirəm bu xəzəlləri. Yəni görüb görəcəyim ən gözəl yerlərdən bu xəzan mövsümün ən gözəl yerlərindən biridir. O Qəbələ İsmayılı yoludur. Cənub zonasıdır. Bir də bu İminli İsa bulağının xəzanı çox gözəl olur. Özü tərpətmirlər, süpürmürlər, qəşəng olur.